Bakıda mümkün məxfi təmaslar. Prezident İlham Əliyevdən açıqlama. Prezident İlham Əliyev Almaniya kansleri Friedrich Merzlə keçirdiyi birgə mətbuat konfransında Bakıda Almaniya və Rusiya nümayəndələrinin mümkün gizli görüşü ilə bağlı yayılan iddialara münasibət bildirib. Dövlət başçısı qeyd edib ki, bu barədə məlumatı ilk dəfə The Times qəzetində dərc olunan məqalədən öyrəniblər. Onun sözlərinə görə, dərc olunan məlumatdan sonra məsələ araşdırılıb və Azərbaycan Dövlət Sərhəd Xidmətindən müvafiq məlumat alınıb. Prezident bildirib ki, araşdırma nəticəsində məqalədə adı çəkilən Almaniya və Rusiya nümayəndələrinin eyni tarixlərdə Bakıda olduqları təsdiqlənib. Bununla belə, onların Azərbaycanda hər hansı görüş keçirməsi barədə rəsmi məlumat təqdim olunmadığını vurğulayıb. İlham Əliyev deyib ki, nə Almaniya, nə də Rusiya tərəfi bu səfərlərlə bağlı Azərbaycanı əvvəlcədən məlumatlandırmayıb. Onun sözlərinə görə, uçuş tarixləri və səfərlərin üst-üstə düşməsi belə bir görüş ehtimalını gücləndirsə də, həmin görüşün baş tutduğunu təsdiqləyən konkret fakt yoxdur. Prezident əlavə edib ki, əgər belə təmaslar Rusiya-Ukrayna müharibəsinin dayandırılmasına və sülh prosesinə töhfə verəcəksə, Azərbaycan bunu müsbət qarşılayacaq. O bir daha vurğulayıb ki, əsas məqsəd müharibənin tezliklə başa çatması və regionda davamlı sülhün bərqərar olmasıdır.